Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz, hər birinizi ayə-bayə verilişində xoş gördük. Bəli, çatdıq. 22-ci dərs möminlərin xüsusiyyətləri haqqında inşallah 10 ayə sizə tərcümə edəcəyik və onların lüğətlərin, onların tapşırıqlarını da inşallah sizə təqdim edəcəyik. Birinci gəlin ayələrin oxunuşunu eşidək və sonra dərsimizə daxil olaq. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İn yansurkumullahu fela galibe lekum ve in yakhzulkum men zellezî yansurukum min ba'dih ve alallahi felyetevekkelil mu'minun. الذين آمنوا يقاتلون في سبيل الله والذين كفروا يقاتلون في سبيل الطاغوت إنما المؤمنون الذين يقيمون الصلاة ومما رزقناهم ينفقون أولئك هم المؤمنون حقا لهم درجات عند ربهم ومغفرة ورزق كريم لكن الرسول والذين آمنوا معه جاهدوا بأموالهم وأنفسهم وأولئك لهم الخيرات وأولئك هم المفلحون إن الذين آمنوا وتطمئن قلوبهم بذكر الله ألا بذكر الله تطمئن القلوب وما كان لمؤمن ولا مؤمنة إذا قضى الله ورسوله أمرا أن يكون لهم الخيرة من أمرهم ذلك بأن الذين كفروا اتبعوا الباطل وأن الذين آمنوا اتبعوا الحق من ربهم ذلك بأن الله مولى الذين آمنوا وأن الكافرين لا مولى لهم إنما المؤمنون الذين آمنوا بالله ورسله ثم لم يرتابوا وجاهدوا بأموالهم وأنفسهم في سبيل الله أولئك هم الصادقون الله لا إله إلا هو وعلى الله فليتوكل المؤمنون Sadaqallahul aliyyul azim və sadaqa rasuluhun nebiyyul kerim. Bəli, dəyərli izləyicilərimiz, bu ayələrimizin oxunuşuydu və indi isə keçirik ayələrin lüğətlərinə görə. Ayələrdə hansı lüğətlər var və onları sizə təqdim edək. Birinci təzə lüğətlərimizdən olan əmvalun, yəni mallar, xayratun, yəni yaxşılıqlar, daracətun, yəni dərəcələr, qalibun, yəni qalib, qulubun, ürəklər, qəlblər, muminun, imanlı kişi, yəni mömin adam, mu'minətun, imanlı qadın, yəni sonunda tə gəlirsə olur, deməli, qadın cinsində. Tətmeinnu, deməli, aram olur. Xiyaratun, yəni ixtiyar. Razaqnə, yəni ruzi verdik. Səbilun, yol. 5-ci, fəl yətəvəkkəl, beləliklə, gərək təvəkkül etsin. Qada, hökm etdi.
hökm etsə, ləm yartəbu, şək etmədilər. Və keçid edirik 8-ciyə, muflihunə, nicat tapdılar. Mən və kimdir? Yaxzul, xar etsin, xar edir. Yuqatilunə, döyüşürlər. Yəkunu, olsun, olur. Yansuru, nasara sözündəndir, kömək edir. Və sonuncu, yunfiqunə, xərcləyirlər. Bu, dərsimizin yeni sözləridir. Mütləq bu yeni sözləri əzbərləməniz lazımdır ki, bu ayələrin mənalarında kilit rol oynayır. Yəni, biz ötən dərslərimizdə xeyli kəlmələr öyrənmişik və bu dərsdə, yəni yeni ayələrdə, məsələn, əmval sözüdür, xayratdır, dərəcət, qalibun, bunları biz əzbərləməsək, bu ayələrin mənalarında mütləq çətinlik çəkəcəyik. Gəlirik dərsimizin tapşırıqlarına, düzgün kəlmələri seçib tapacağıq. Birincisi, qada, mən və idə, A bəndi. Deməli, qazi, o kəs ki, o zaman ki, B bəndi, hökm etdi, kim, o zaman ki. B bəndi burada doğrudur. Qada, qəza etməyə, hökm etməyə deyirlər, qazi deyilmir. İkinci, muflihunə, yuqatilunə, yunfiqunə. İkinci, muflihunə, yuqatilunə, yunfiqunə. A bəndi nicat tapan, düşünürsünüz, xərcləyirlər. B bəndi nicat tapanlar, döyüşürlər və xərcləyirlər. Təbii ki, burada B bəndi daha doğrudur. Razaqnə, üçüncü bəndimiz, razaqnə, yaxzul, tatmainnu. Burada, deməli, A bəndində ruzi verdik, xar edir, şübhəsiz, aram olur. B bəndi ruzi verir, xar edirsən, aram olursan. Burada A bəndi doğrudur. 4. Xiyaratun, yətəvəkkəlu, yansuru. A bəndi ixtiyar, təvəkkül edir, kömək edir. B bəndi yaxşılıq, təvəkkül edirsən, kömək edirsən. Hansı doğrudur? A bəndi daha doğrudur. 5. Xayratun, ləm yartəbu, səbilun. A bəndi ixtiyar, şək etmədilər, yol və B bəndi yaxşılıqlar, şək etmədilər, yol. Hansı doğrudur, özünüz tapacaqsınız. Və keçid edirik tapşırığımızın B bəndinə, hansı cavab doğrudur. Birinci tərcüməsini oxuyuruq. Deməli, onlar özləri həqiqi mömindirlər. A bəndi, uləikə humus sadiqun, B bəndi, uləikə humul mu'minunə haqqa. Burada B bəndi doğrudur. İkinci, cihad edirlər canları və malları ilə Allah yolunda. A bəndi, cəhədu bi əmvalihim və ənfusihim fi səbilillah. B bəndi, cəhədu bi əmvalihim və ənfusihim və uləikə ləhumul xayrat. Təbii ki, burada da A bəndi daha doğrudur. Keçirik üçüncü, o kəslər ki, iman gətirdilər, döyüşdülər Allah yolunda. A bəndi, əl-ləzīnə kəfəru yuqatilunə fi səbilit tağut. B bəndi, əl-ləzīnə əmənu yuqatilunə fi səbilillah. Burada o kəslər ki, gördünüzsə, deməli, əl-ləzīnə mütləq orada olmalıdır və iman gətirdilər. Yuxarıda biz görürük kəfərudur, aşağıda B bəndində əmənudur. Deməli, biz B bəndini seçməliyik. 4. və Allaha beləliklə gərək təvəkkül etsin möminlər. A bəndi, və aləllahi fəliyətəvəkkəlil mu'minun, ələ bi zikrillahi tatmainnul qulub. Burada da A bəndi doğrudur. 5. Siz özünüz tapacaqsınız bunu. O, buna görədir ki, Allah rəhbəridir o kəsin ki, iman gətirdilər. A bəndi, innəl-ləzīnə əmənuttəbəul haqqa min rabbihim, zəlikə biənnəlləhə məvləl-ləzīnə əmənu. Bunu da özünüz tapacaqsınız. Və keçid edirik tapşırığımızın ikinci hissəsi, doğru tərcümələri müəyyənləşdirəcək inşallah. 1. İnnəməl mu'minunəl-ləzīnə əmənu billahi və rasulih. Deməli, tərcümədə yalnız möminlər o kəslərdir ki, Allaha və onun elçisinə iman gətirirlər. B bəndi, möminlər yalnız o kəslərdir ki, iman gətirirlər Allaha və onun deməli elçisinə. Hansı doğrudur?
B bəndi burada doğrudur. İkinci, "Ellezine yuqimunas-salata və mimma razaqnahum yunfiqun." O kəslər ki, namazı dirçəldirlər və onlara ruzi verdiyimiz şeylərdən xərcləyirlər. B bəndi, o kəslər ki, dirçəldirlər namazı və o şeylərdən ki, ruzi verdik, onlara xərcləyirlər. Hansı doğrudur? A bəndi burada doğrudur. Üçüncü, "Və in yaxzulkum fəmən zəlləzi yansurkum min ba'dih." Bəli, A bəndi və əgər sizi xar etsə, elə isə kimdir o kömək etsin sizə ondan sonra? B bəndi və əgər sizi xar etsə, beləliklə Allahdan başqa kim sizə kömək edər? Burada da A bəndi doğrudur. Çünki burada ondan sonra var. Min ba'dihi, yəni Allahdan sonra sözü var. Yansurkum min ba'dih. Dördüncü, "Zəlikə bi ennallaha mevlellezine amanu." Bu asandır. Bunu özü tapacaqsınız. A bəndi. O buna görədir ki, Allah rəhbəridir o kəslərin ki, iman gətirdilər. B bəndi buna görədir ki, Allah rəhbəri idi iman gətirən kəslərin. Beşinci, "Ellezine amanu yuqatiluna fi sabilillah." A bəndi, o kəslər ki, iman gətirdilər, döyüşürlər Allah yolunda. B bəndi, o kəslər ki, iman gətirirlər, Allah yolunda döyüşürlər. Bunu da özünüz tapacaqsınız. Və gəldik kəlmələrə. Dərsdən çıxarış olunan kəlmələrdir. Ərəbi formasını verib, tərcüməsini verməyib. Siz cədvəldə bunu görürsünüz. 14 dənə kəlmədir. Bunların həmişə olduğu kimi bir qismi mən deyəcəm sizə. İnnəməl mu'minun, həqiqətən möminlər, əlləzinə, o kəslərdir. İkinci, thummə ləm yartabu, sonra şəkk etmədilər. Yartabu kəlməsini lüğətdə də görmüşdük. Üçüncü, uləyəkumus sadiqun, onlar sadiqlərdir. Ləhum daracatun ində rabbihim. Dördüncü, onlar üçün Rəbləri yanında dərəcələri vardır. Beşinci, məğfiratun və rizqun kərim. Onlar üçün bağışlamaq və kərim ruzu vardır. Altıncı, tətmeinnu qulubuhum. Onların qəlbləri aram olar. Yuqatiluna fi səbilit tağut. Döyüşürlər, öldürürlər tağut yolunda. Və uləykə ləhumul xeyrat. Və onlar üçündür xeyirlər. 8 dənəsə mən dediyim, qalanında özünüz görürsünüz ekranda. İn yansurkumullah fələ qalibə ləkum. İttəbəul haqqa min rabbihim. Və mə kənə limuminin İzə qadallah ən yəkunə ləhumul xiyarah. Və bunlar da siz özünüz tərcüməsini tapacaqsınız. Və gəldik ayələrin deməli boş yerlərini dolduracağıq. Yəni kəlmələrdə verilmiş, cümlələrdə verilmiş boş yerlərə kəlmələr qoyacağıq. Minəz-zuluməti ilən-nur, mə huvə şifəun, lillahi'l-izzətu min dunil mu'minin, xalaqallahus-səməvat. Bu kəlmələri boş yerlərə köçürəcəyik. Birinci mənalarını oxuyuruq. Mənalara uyğun olaraq hansı kəlmə ilə uyğun gəlirsə biz onu o kəlmələrin yerinə qoyacağıq. Birinci ayə, "Lə yəttəxizil mu'minunəl kafirinə əvliyə." Görək, bu ayəyə biz nəyi qoyacağıq? Gəlin mənaya baxaq. Seçməsinlər möminlər kafirləri dostlar, möminlərin yerinə. Ali İmran 28-ci ayə. Deməli, biz burada mömin kəlməsi görürük, "Lə yəttəxizil mu'mini", düzdür? Amma möminlərin yerinə bir dənə də mömin görürük. Deməli, biz burada min dunil mu'minin bu ayənin yerinə qoyacağıq. "Lə yəttəxizil mu'mininəl kafirinə əvliyə min dunil mu'minin", yəni möminlərdən başqa möminlərin yerinə və yaxud da. İkinci, "Və nunəzzilu minəl Qur'ani", boş yer buraxıb, "və rəhmətun lil mu'minin və lə yezidu zaliminə illə xəsara." İsra surəsi 82-ci ayə. Tərcüməyə baxaq. "Və nazil edirik Qurandan o şeyi, yəni ayələri ki, şəfa və rəhmətdir möminlər üçün və artırmır zalimlar üçün ziyandan başqa bir şey." Deməli, "Və nunəzzilu minəl Qur'ani", biz şəfa sözü görürüksə bura qoymalıyıq. "Mə huvə şifəun." "Mə huvə şifəun və rəhmətun lil mu'minin." Və çatdıq üçüncü. Burada deməli boş yer buraxıb "Vəl arda bil haqqi inne fi zəlikə ləayətən lil mu'minin." Gəlin mənaya baxaq. Yaratdı Allah göyləri və yeri haqq olaraq. Həqiqətən bunda bir nişanə vardır.
Həqiqətən bunda bir nişana vardır. Kimlər üçün? Möminlər üçün. Deməli, biz burada mənada görürük, Allah yaratdı göyləri. Aha, yuxarıda kəlmədə biz baxırıq ki, xalaqallahu səmavati var. Deməli, xalaqallahu səmavati vəl-arda bil-haqq, İnnə fi zəlikə lə-ayətən lil-müminin. Və çatdıq 4-cüyə, inşallah bunu da özünüz tapacaqsınız Allahın izni ilə. Huvəl-ləzi yusalli aleykum və mələikətuhu liyuxricakum. Sonra gəlir inən-nuri və kənə bil-mümininə rahimə. O salam göndərir sizə və mələkləri də ona görə ki, xaric edə sizi qaranlıqlardan nura tərəf və o möminlərə mehribandır. O möminlərə qarşı mehribandır. Əhzab surəsi 43-cü ayədir. Deməli, biz burada nur kəlməsi görürük, amma qaranlıqlar kəlməsi, yəni zülmətlər kəlməsi görmürük. Deməli, olacaq liyuxricakum. Siz özünüz tapacaqdınız bunu. Evi yoxdur. Liyuxricakum minəz-zulümati ilən-nur. Məndən sizə hədiyyə olsun. 5-ci, yenə boş yer buraxır. Və li-rasulihi və li-müminin vələkinnəl münafiqinə lə ya'ləmun. Münafiqun surəsi 8-ci ayə. Görək burada hansı məna var? Mənasına bir baxaq. Və Allaha məxsusdur izzət və onun elçisinə və möminlərə. Və lakin münafiqlər bilmirlər. Bu ayənin də mənasını özünüz inşallah tapacaqsınız. Bəli, dərsimizin bu hissəsində ərəb dilinin qrammatikasına bir baxış salaq. 3-cü şəxsin təkində feilin keçmiş zamanı, yəni qaib, müfrəd. Deməli, bu feillər ki, görürsünüz, keçmiş zamanın feilləridir. Xalaqa və yaxud da qalə, yaratdı, dedi, kəsəbət, əldə etdi və yaxud da hədə, hidayət etdi. Bu qeyd olunan feillər 3-cü şəxsin qaib feillərdir. Yəni, onları yerinə yetirən şəxs nə eşidəndir, nə də deyən. Əksinə, bizim aramızda olmayan digər bir şəxsdir. Həmçinin bu feillər bir nəfər tərəfindən yerinə yetirildiyinə görə tək müfrəd adlanırlar. Gəlin biz əldə etdi feilinə diqqət edək. Yəni, kəsəbə əldə etdi bir kişi və bu kəsəbə sözünün sonuna bir tə artırılaraq müənnəs cinsinə, qadın cinsinə çevirilir. Yəni, əldə etdi bir qadın. Yəni, sonda olan tə hərfi onu keçmiş zamana həm qadın cinsinə aparır və həm də keçmiş zamandadır. Və yaxud da xalaqa, yaratdı, xalaqa sözünün davamına bir tə artırırıq, olur xalaqat, yaratdı bir qadın. Xalaqa yaratdı bir kişi, yaratdı bir qadın. Bu feillərə biz diqqət eləsək, aşağıda cədvəldə də, yəni bütün feillərin sonuna cədvəldə görürsünüz, əmənə, dəxala, xaraca, razıqa. Biz bunların sonluğuna bir də tə artırarıqsa, məsələn, əmənə iman gətirdi bir kişi, əmənət iman gətirdi bir qadın. Dəxalə daxil oldu bir kişi, daxalət daxil oldu bir qadın və yaxud da xaraca, xaric oldu bir kişi, xaracət, xaric oldu bir qadın. Razaqa, ruzi verdi bir kişi, razaqat, ruzi verdi bir qadın. Qalə dedi bir kişi, qalət dedi bir qadın. Burada lüğətlərdə siz bunları da görürsünüz. Bəli, dəyərli izləyicilərimiz, biz ötən dərslərdə də bunu xatırlatmışdıq ki, qadın cinsinə aid olan bir söz onun həmişə qadın cinsində olduğunu bildirmir. Və bəzi yerlərdə, məsələn, aynun, şəmsün sözləri qadın cinsində nəzərdə tutulur. Məsələn, əş-şəmsu izə talaat. Bəli, burada görürsünüz, şəms qadın cinsindədir və tə hərfi də gəlməyib sonunda. Yəni, bunu sadəcə olaraq qrammatikanı oxuyanda belə şeyləri görə bilirsiniz. Bəli, dəyərli izləyicilərimiz, dərsimizin ümumi məfhumuna bir baxış ataq görək. Allah Taala bu ayələrdən ki, biz möminlərin xüsusiyyəti haqqında bəhs elədik, bizə nələri çatdırır? Birincisi, doğruluq və sədaqət. Yəni, mömin şəxs, möminin xüsusiyyəti mütləq onun xüsusiyyətlərindən biri doğruluq və sadiqlik olmalıdır. İnnəməl mu'minunəl-ləzīnə əmənu billahi və rasulih. O möminlər ki, Allaha və onun elçisinə iman gətiriblər, ləm yartabu, onlar şək şübhə etməzlər və Allah yolunda malları ilə, canları ilə
xidmət göstərərlər və humus sadiqun, ulaika humus sadiqun. Onlar siddiqlərdir. Yəni doğru və sədaqətli möminin canında olmalıdır. Malını da xərcləsə, canını da xərcləsə, Allah yolunda öldürülsə də o doğru olmalıdır. Yaxşı. İkincisi, namazı əda edərlər. Allah yolunda həm də xərcləyərlər. Namaz qılmaqlarına baxmayaraq onlar Allah yolunda da nə edərlər? Allahın verdiyi mallardan xərcləyərlər. Yuqimunas salə və yunfiqu mimma razaqnahum. Həm namaz qılırlar, həm də Allah yolunda öz mallarından xərc edirlər. Möminin xüsusiyyətlərindən biri də təvəkkül etmək olmalıdır. Allaha mütləq təvəkkül etməlidir. Hər gün təvəkkül etməlidir, hər an təvəkkül etməlidir. Hər işində Allaha təvəkkül etməlidir. Və Allahdan başqa Allah yoxdur deyən Rəbbimiz onun davamında deyir, fəliyətəvəkkəlil müminun. Möminlər Allaha təvəkkül etməlidirlər. Dördüncü xüsusiyyət nə olmalıdır? Allahı xatırlamaq və aramlıq əldə etmək. Allahı xatırlamaqla mömin şəxs qəlbi aram olmalıdır. Beşincisi, haqqa tabe olmaq. Xoşu gəlsə də, gəlməsə də, haqdır deyə, Allah tərəfindəndir deyə, o haqqı qəbul etməlidirlər. Yəni fikirləşmədən Allahın buyruğun, Peyğəmbərin buyruğun nə etməlidir? Deməli, qəbul etməlidir. Və innellezine amanu, o kəslər ki, iman gətiriblər, ittaba'ul haqqa min rabbihim. Rəblərindən tərəf olan haqqı nə edərlər? Qəbul edərlər, yəni tabi olarlar o haqqa. Bu dərsimizin ümumi bir çıxarışı idi. Allah bizi əsil həqiqi möminlərdən qərar versin, dəyərli dostlar. Dəyərli izləyicilərimiz, dərsimizin sonunda sərbəst çalışma verir və burada da bizim üçün 9 dənə ayə verir. Digər ayələr, bunlar da mövzuya aid demək olar ki, ayələrdir, amma başqa ayələrdir. İnnəməl mu'minunəl-ləzīnə izə zukirallahu vəcilət qulubuhum. Çoxdur ayələr. Sadəcə olaraq biz dərs boyunca bunu biz çatdıra bilmirik deyə kitab sahibi də yığcam şəkildə bunları verib. Həqiqətən möminlər o kəslərdir ki, Allahın adı zikr olunan zaman vəcilət qulubuhum, qəlbləri cilvələnər. Vəcilət yəni qorxu, zukirə yəni zikr olunarsa, bir sıra lüğətlər də verib, bu lüğətlərə baxa bilərsiniz və bunları da inşallah sərbəst çalışmada özünüz tapacaqsınız. Bəli, çatdıq dərsimizin kəlmə-kəlmə tərcüməsinə, möminlərin xüsusiyyətləri haqqında olan ayələri sizə təqdim edirik. İn yansurkumullah fələ qalibə ləkum. Əgər Allah kömək eləsə sizə, fələ qalibə ləkum, sizə bir kəs qalib ola bilməz, qalib gələ bilməz. Və in yaxzulkum, əgər Allah sizi xar etsə, fəmən, pəs kimdir? Zəlləzi, o kəs ki, yansurkum, sizə kömək etsin, min ba'dihi, ondan sonra, yəni Allahdan sonra. Və aləllahi, pəs Allaha, fəliyətəvəkkəlil müminun, pəs təvəkkül etməlidir möminlər. Deməli, Ali İmran surəsi 160-cı ayə idi. Gəlin tərcüməyə baxaq. Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə ondan sonra kim kömək edər? Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər. Dərsimizin ikinci ayəsi Əl-ləzīnə əmənu yuqatilunə fi səbilillah. Əl-ləzīnə, o kəslər ki, əmənu, iman gətirdilər, yuqatilunə fi səbilillah, Allah yolunda döyüşdülər. Vəl-ləzīnə kəfəru, və o kəslər ki, kafir oldular, yuqatilunə fi səbilit tağut, döyüşdülər tağutun yolunda. Nisa surəsi 76. Ümumi məna belədir. İman gətirənlər Allah yolunda vuruşarlar. Küfr edənlərsə azğın yolunda vuruşarlar. Keçirik dərsimizin 3-cü ayəsi və Ənfal surəsi 2-3-4-cü ayələrdən götürülüb. İnnəməl mu'minun, həqiqətən möminlər. Əl-ləzīnə, o kəslərdir ki, yuqimunə, bərpa edərlər əs-salətə, namazı və mimmə razaqnahum yunfiqun, və o şeydən ki, onlara ruzi vermişik, yunfiqun, infaq edərlər, xərcləyərlər. Ulaikə, onlar, humul mu'minun, möminlərdir, haqqan, yəni həqiqi. Ləhum,
Onlar üçün dərəcətun, dərəcələr vardır. İndə Rabbihim, Rəblərinin yanında. Və məğfiratun, və bağışlamaq vardır. Və rizqun kərim, və kərim olan ruzi vardır. Gəlin mənaya baxaq. Möminlər yalnız həmin o kəslərdir ki, namaz qılar və onlara ruzi olaraq verdiyimiz ruzilərdən xərcləyərlər. Onlar həqiqi möminlər, onlar üçün Rəblərinin yanında dərəcələr, bağışlanma, gözəl və bəyənilən ruzi vardır. Bu da 3-cü ayə dərsimizdən. 4-cü dərsimizin 4-cü ayəsi Tövbə surəsi 88. Lakin Rasul, yəni Peyğəmbər, vəl-ləzīnə, o kəslər ki, əmənu, iman gətirdilər, mə'ahu, Peyğəmbərlə birgə. Cəhədu, cihad etdilər, bi amvalihim, malları ilə, və ənfusihim, və canları ilə. Və ulaikə ləhumul xayrat, və onlar üçündür xeyirlər, və ulaikə humul muflihun, və onlardır nicat tapanlar. Gəlin, ümumi mənaya baxaq. Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır yaxşılıqların sahibləri və onlardır nicat tapanlar. 5-ci. Əl-ləzīnə əmənu və tatmainnu qulubuhum bi zikrillah, ələ bi zikrillahi tatmainnul qulub. Ra'd surəsi 28-ci ayə. O kəslər ki, əmənu, iman gətirdilər, və tatmainnu qulubuhum, və qəlbləri aram oldu. Nə ilə? Bi zikrillah, Allahı zikr eləməklə. B səbəbiyyətdir burada, yəni zikr səbəbi ilə qəlbləri aram oldu. Hansı zikirlə? Allahı zikr eləməklə. Ələ, agah olun, bi zikrillah, Allahın zikri, Allahı zikr eləmək, tatmainnul qulub, qəlbləri aram edər. Gəlin, ümumi mənaya baxaq. O kəslər ki, iman gətirdilər və qəlbləri Allahı yad etməklə, yada salmaqla rahatlıq tapır. Bilin, qəlblər yalnız Allahı yada salmaqla aram olar. Bəli, o kəslər ki, istəyirlər qəlbləri aram olsun, onu nə malla, nə dövlətlə aram etmək olmaz. Mal, dövlət insanın qəlbinə həyəcan verər. Amma Allahı zikr eləmək insanın qəlbini aram edər. 6-cı Əhzab surəsi 36-cı ayə. Və mə kənə li mu'minin və la mu'minətin izə qadallah. Deyil mömin kişiyə və mömin qadına. İzə qadallah, əgər Allah bir qəzavət eləsə, və rasuluhu, və onun rəsulu bir qəzavət eləsə, yəni bir əmr, bir söz desə, bir iş desə, əmran, bir iş, ən yəkunə ləhumul xiyaratu. Onlar üçün seçim yaxşı deyil. Bunu biraz izah edeyim. Deyir ki, yəni əgər Allah tərəfindən, Peyğəmbər tərəfindən bir əmr gələrsə, bir mömin kişiyə və möminə qadına yaxşı deyil ki, xiyaratu, yəni o seçim etsin ki, mən bunu edim ya etməyim. Burada seçim etməməlidir. Seçim edərsə deyir ki, bu yaxşı deyil. Yəni Allahdan gəlibsə, Peyğəmbərdən gəlibsə, başım üstə, mənim üçün acı olsa da mənim üçündür, mənim üçün şirin olsa da mənim üçündür. Min əmrihim, deməli, min dandəndir burada, əmrihim də işlərindəndir. Bəli, keçid edirik 7-ci ayə və Muhammed surəsi. Zəlikə bi'ennəl-ləzīnə kəfəru. Bu, həqiqətən o kəslər üçün ki, kafir olublar, ittəbəul batilə, batildən, batilin arxasıca gediblər, tabi olublar batilə. Və ennəl-ləzīnə, və həqiqətən o kəslər ki, əmənu, iman gətiriblər, ittəbəul haqqa, haqdan deməli, tabi olublar, haqqa tərəf olublar, min rabbihim, Rəblərindən tərəf olan haqqa tabi olublar. Əlbəttə, bu ayə tam deyil, ayənin başqası da var. Zəlikə bi'ennəl-ləzīnə, deməli, burada bi'ennə, yəni bunun üçün ki, bunlar kafir olublar və tabi olublar küfrə. Burada B səbəbiyyətdir, bi'ennəl-ləzīnə. Buna görədir ki, həqiqətən, yəni bu, o kəslər ki, kafir olublar və tabi olublar batilə. Və ennəl-ləzīnə əmənu təbəul haqqa mir rabbihim.
Bəli, keçid edirik ayənin ümumi mənasına. Bunun səbəbi, yəni bunun səbəbinə görə küfr edənlərin batilə tabi olmaları, iman gətirənlərin isə Rəbləri tərəfindən olan haqqın arxasınca getmələridir. Yəni burada bir səbəbiyyət var. Ayənin gərək əvvəlinə biz baxış edək. Keçirik 8-ci ayə. Zəlikə bu biənnəllahə, həqiqətən Allah bunun üçün məvləllədinə, mövlasıdır o kəslərin ki, əmənu, iman gətiriblər və ennəl kafirinə lə məvlə ləhum. Muhammed surəsi 11-ci ayə və həqiqətən kafirlərin mövlası yoxdur. Yoxdur onlar üçün bir mövla. Ümumi mənaya baxaq. Bunun səbəbi deməli, Allahın iman gətirənlərin başçısı və yardımcısı olmasıdır. Kafirlərin isə başçı və mövlası, yardımcısı yoxdur. Dərsimizin 9-cu ayəsi və Hucurat surəsi 15-ci ayə. İnnəməl mu'minunəl-ləzīnə əmənu, həqiqətən möminlər o kəslərdir ki, Allaha iman gətiriblər və rasulihi və peyğəmbərinə iman gətiriblər. Thumma lam yartabu, sonra şəkk etməyiblər. Və cahadu, və cihad ediblər bi əmvalihim, mallarıyla və ənfusihim, canlarıyla fi dadə səbilillah, Allah yolunda. Ulaikə, onlar humus sadiqun, siddiqlərdir, düz danışanlardır. Dərsimizin sonuncu və 10-cu ayəsi Təğabun surəsi 13-cü ayə. Allahu la ilahə illahu. Allah yoxdur ondan başqa bir ilah. Və alallah və Allaha fəliyətəvəkkəlül müminun, pəs möminlər təvəkkül etməlidirlər. Ümumi mənaya baxaq. Yeganə Allah, ondan başqa bir tanrı yoxdur və möminlər yalnız Allaha təvəkkül etməlidirlər. Nə gözəl ayələrdir bunlar. Doğrudan da bu ayələri oxuduqca adamın qəlbi aram olur. Allah bizim qəlblərimizi daimi aram qəlblərdən qərar versin. Bəli dostlar, çatdıq dərsimizin sonuna və bu dərs möminlərin xüsusiyyətləri idi. Bu ayələri oxuyaq və bu ayələrə əməl edək. İnşallah Allah bizi Quranından, Əhl-i Beytindən ayrı salmasın inşallah. Gələn dərslərdə görüşmək ümidi ilə. Sağ olun.